görərsən ki, məsələn, uşağı paylaşırsan, amma uşaqda nəticədə özünə qapanmalar yaranır, susmalar yaranır, zəifləmələr yaranır, qida yeməməklər başlayır. Cismində problemlər oyanır, səssizləşir uşaq, əvvəlki uşaqdan tamam başqa və fərqli bir uşağa keçir. Yaxud tam əksi, birdən-birə uşaq daha çox insanları narahat edir, əsəbi olur və tez-tez xəstələnir. Ailələrdə də səbəbsiz dalaşmaqlar baş verə bilir ki, nəzərdən olan şeylərdən biri də budur. Ruzi azalmaları baş verir, işlər axsaması baş verir, dualar susur, qəlbləri bir-birinə yadlaşdıra bilir hətta nəzər. İbadətdə də duadan ləzzət almaz həmin insan. Səcdəyə gedər, amma qəlbi əyilməz. Təvəkkül edər, amma içdə şübhələri qalar. Öz-özünə deyər, mənə nə olub axır zamanlar, mən belə deyildim. Və bu halı çox da fərq etməz.